Ne o tərəfli olur, ne bu tərəfli fırtına və stres dövrü olaraq adlandırılabilir. Əksərən biz yeniyetməliyi 12-23 yaş arasında qoyuruq və 3 hissəyə ayırıq. Birazdan bəhs edəcəm. Emosional oyanmalar, paradokslar çox sıx müşahidə olunur. İlk görüş, ilk məhəbbət, xanımlar üçün ilk menstruasiya, dərs həyəcanı, karyera həyəcanı, sonra ailə içində mübahisələr və orada rol almağa çalışmalar. Bu kimi hallar yeniyetməliyin önəmli parçalarını, yeniyetməni formalaşdıra da bilir. Əgər ağırdırsa və qaldırma qabiliyyəti zəifdirsə çöktürə də bilir. Dediyim kimi 3 hissəyə bölürük. 14 yaşa qədər erkən yeniyetməlik, 14-17 yaş orta yeniyetməlik və sonrası da 19 yazlı bəslə 23 yaşa qədər bəzən uzanabilir. Gec yeniyetməlik olaraq dəyərləndiririk. Uşaq şəxsiyyəti itir, bədən dəyişiklikləri başlayır. Valideyn avtoritetində müxalifət diqqəti çəkir. Bundan əlaqəli yenə mənim ən çox valideynlərə verdiyim bir nümunə var. Deyirəm ki, bir həyat yolu düşünün. Bu həyat yolunda gedirsiniz. Övladınız anadan olduğu zaman o həyat yolunda yeriməyi bacarmır. Ne edirsiniz? Əlindən tutursunuz, arxanızca çəkişdirirsiniz. Yeniyetməlik gəldiyi zaman uşaq sizə deyir ki, mən artıq yeriməyi bacarıram, qabağa keçməyə çalışır. Siz əgər onu qabağa keçməyə qoymadan hələ də çəkişdirməyə çalışırsınızsa, o da çəkib qopardacaq əlini. Amma bu vəziyyətdə yeniyetmənin əlini buraxıb, uşağı qabağa keçirib, yəni həyat yolunda artıq siz arxadasınız, o qabaqda yeriyir. Yıxıldığı zaman boynuzu dursun. İlişdiyi zaman boynuzu dursun. Amma əlinizi arxadan qucaqlamanız lazım ki, yoldan çıxmasın. Yoldan çıxdığı zaman siz onu düzəldib normal yola qoymanız üçün. Amma biz təəssüf ki, bir çox valideynlər olaraq, uşağı və müəllimlər olaraq da bəzən, uşağı hələ də çəkişdirməyə çalışırıq. Onun özünə inanın formalaşması, onun bacarıqlarını qazanması. Məsələn, şikayət olaraq uşağı gətirirlər, deyirlər ki, gecə yatanda qorxur. Deyirəm, necə yatırsın? Deyir, bir yerdə yatır. Deyirəm, boyun özü yatsın, öyrənsin də qorxmadan yatmalı. Yəni, siz ona güvəni verərək uşağı düzəldə bilməzsiniz. Kənd uşağı, şəhər uşağından niyə sağlam olur? Çünki yıxılanda özü durur, acıyanda özü yiyir. Amma şəhər uşağı nə qədər çox geyindirsən, o qədər çox xəstələnir. Yəni, bu nöqteyi nəzərdən güvən uşağın özünə güvəni qazanması üçün o özünə güvəni qazanmağına şərait vermək, mühiti yaratmaq çox önəmlidir, xüsusilə yeniyetməli. Yeniyetmələrin bir də təbii ki, dil bacarıqları artıq özlərini ifadə edə bilirlər, amma baxmayaraq ki, danışmağı, düşünməyi bacarırlar, özlərini hələ də davranışlarla ifadə edirlər. Yəni, bir yeniyetməni, məsələn, ən çox yaşadığımız problemlərdən biri nədir? Deyirik ki, bax, üstünü geyin, çölə çıxsan, soyuqdur, üşüyərsən. Yeniyetmə neydir? İnatlaşır, geyinmir. Əslində, o da bilir ki, çöl soyuqdur və çölə çıxanda üşüyəcək. Və sizdən inatlaşaraq o ana ifadəsi ilə səlbülüb çıxıb üşüyür. Amma faktik olarak siz onu dediğiniz için, yani siz doğru üslub istifadə edemediğiniz için aslında o xəstələnir. Çünkü onun ruhunda var o üsyan. Siz o üsyanı idarə etməlisiniz. Çünkü o, hələ o üsyanı idarə etməyi bacarır. Qızlar təbii ki, oğlanlardan daha tez, daha sürətli inkişaf edirlər. Sigaret marağı, spirtli içki və s. maddələrdən istifadə, xüsusilə olan uşaqları bunu bir kişilik olarak görürlər. Sigaret çəkib, içki içəndə qız uşaqları bir azadlıq olarak görürlər. Burada da yenə də deyirəm, o münasibətləri doğru qurmaq qoruyucu faktordur, valideyn münasibətlərini. Görünüşü bədəni ilə çox məşğuldur, qrup içindəki aktivliyi çox önəmlidir. Yəni bir yeniyetmə, dostunun yeniyetməni daha çox sevməsi, önəm verməsi sizin ona verdiğiniz sevgidən, diqqətdən daha önəmlidir. Amma bu zamanla dəyişəcək. Və təbii ki, daxili dünyalarını kəşf etmək marağındadırlar. Heç kim onu anlamır, sözünü çox sıx eşidərsiniz. Bezdim sizdən, ölmək istəyirəm, sözünü çox sıx eşidərsiniz. Ona görə daha çox daxili dünyalarını kəşf etmək üçün gündəlik falan yazarlar. Düzdür, indi artıq oturub ümumiyyətlə yazan yeniyetmə qalmayıb. Kitablar belə yazır, amma artıq bayaq müəllimlərdən bir qeyd elədi, ChatGPT-yə falan yazırlar hər halda. İroniya qabiliyyətləri artmışdır, amma hələ də çox şik görünürlər zarafatlarda. Analiz istedadı artar, xüsusilə gələcək planlar yavaş-yavaş artıq 9-10 siniflərə doğru. Özünə inanma önəmlidir. Cinsi şəxsiyyəti formalaşır, məhəbbət hissini idrak etməyə başlayırlar. Və hətta ilk məhəbbətlərindən ayrıldıqları zaman zənn edirlər ki, həyatlarında bir daha elə bir xanım və ya elə bir oğlan çıxmayacaq.
məktəbdə artıq bir daha mən belə deyək də, başqa məhəbbət yoxmuş kimi davrananlar, amma bir ay sonra görərsək ki, Türklər demiş, yeni aşklara yelkan açıqlar. Qadın və ya kişi rolu müəyyənləşir artıq. Əxlaq ailə dəyərləri mənimsəmdir. Cinslikdən danışdıq. Yaşlarına verdiyi qiymət ailəni qabaqlayır. Bunu da qeyd elədik. Model almaq və platonik məhəbbət. Məsələn, qız uşaqların otağında məşhur Ronaldoların, ondan sonra bu aralar heç Koreyalılar məşhur BTS-lər, Yapon qəhrəmanları, çox qəşənglərin bilir. Koreyalı modeli var. Onların filan şəkillərini daha çox görərsiniz. Bunların az olması üçün ailə dinamikaları yenə çox önemli. Yəni, uşaqların yanlış insanları model almaması. Çünki onların elədiyi, tanımadığı bir modelin elədiyi davranış onun həyatında daha çox əhəmiyyət kəsb edir. Nəinki, deyək ki, universitetdə bir fizika professoru olan atanın bir ziyalı olaraq ona göstərdiyindən daha çox əhəmiyyət daşır. Ona görə bu ailə dinamikası burada önemlidir. Təbii ki, bu dövr səhətli keçərsə, yeniyetmə şəxsiyyətini öz inanımını tam qazanmış olur. Öz gücünü başqalarına müqayisə edir, başqalarının onu necə gördüyü çox vacibdir, valideynlərin deyil. Özünü sınaq ön plandadır və vaxt keçdikcə təbii ki, bu duyğuların alovu sönür. İnan və bağlılıq çox vacibdir. Xüsusilə inkişafda güvən figuru olmayan, güvənəcəyi bir şəxsi olmayan yeniyetmələr psikopatiyaya namizəddirlər, yəni şəxsiyyət pozuntusuna namizəddirlər. Amma inanılan və güvənilən şəxs varsa həyatın hər hansı bir mərhələsində bu adaptasiyanı asanlaşdırır. Xüsusilə o 1 yaşa qədər olan dövrdə lazımi bağlılıq, yəni o bayaq qeyd edədiyim ana-uşaq təmasının yetərli olmadığı yeniyetmələr uzun dönəmdə daha sonra sosial ünsiyyətdə ciddi problemlə qarşılaşırlar. Bu inkişafdan çıxandan sonra son söz olaraq bir neçə slaydla ümumi bu danışdığımız məsələlərin məktəb mühitində yaşanan tərəflərini müzakirə etmək istəyirəm. Psixi problem dediyimiz zaman psixi problemin 3 hissəsi var. Bir valideyn hissəsi var, bir müəllim hissəsi var, bir də şagird hissəsi var. Şagirddə problem olduğu zaman valideyn, müəllim əməkdaşlıq edərək problemi həll etmək mümkündür. Amma müəllimdə və valideyndə problem olduğu zaman burada iş biraz qarışır. Bir də əminəm ki, müəllimlərimiz əksəriyyət təşkil edir, hər biri bilirlər. Burada bu WhatsApp qrupları var. Məsələn, problemi daha da odun üstünə neft atan. Bir valideyn problemli olur və oradakı 25 dənə valideyni qaza gətirib bütün məsələnin altının üstünə çevirir və heç kimdə bilmir ki, əslində o valideynin şəxsi problemi var. Fikir olaraq bəlkə düşünənlər vardır, amma əksəriyyəti də məsələnin həlli tamamilə ləngiyir. Və bir önəmli məsələdə niyə biz problemimizi qəbul etmirik və ya bizim bir psixi pozuntumuz ola biləcəyini qəbul etmirik? Çünki bizim ölkəmizdə bayaq da qeyd elədim, stigma deyə bir şey var, yəni damğa. Deyəcəklər ki, filan kəs dəlidir, filan kəsin başı xarabdır, filan kəs bir kərdici əksikdir və s. kimi ifadələrlə əksər hallarda bu damğalamaqdan qorxduğumuz üçün nə kömək alırıq, nə həkimə gedirik, nə də problemimizi qəbul edirik. Çünki əksərən problemimizin olduğunu özümüz hiss etsək də bizə onu biriləri deyir. Ya həyat yoldaşımız deyir, ya bacımız deyir, ya qardaşımız deyir. Ona görə bunu qəbul etmək niyə məndəki problem olduğunu düşünsünlər ki, mənim işləyim yoxdur kimi və əmin olun, birisinə problemim var deyirsə və o problemi var deyilən adam məndə heç nə yoxdur deyirsə 99.9% onda problem. Net. Məktəb psixologları. Dünənlər Təhsil İnstitutunda bir müzakirədə iştirak edirdim. Həqiqətən Azərbaycan təhsilinin, Azərbaycan məktəbinin ən məncə qanayan yaralarından biridir məktəb psixologları. Əminəm ki, burada da var. Təbii ki, işini haqqı ilə görən, şagirdinə doğru yanaşan insanları üstlərinə alınmasınlar, amma ümumi götürəndə məktəb psixologlarımızın psixoloji savadı, uşağa yanaşma qaydası,
Nəinki məktəb psixologlarımız, yəni bu ölkədə psixolog problemi var, hər biriniz də bilirsiniz. Yəni yerindən duran psixolog bu saat, yəni bir həftəlik kurs keçib, Instagramlara çıxanlar, ondan sonra orada burada şou göstərənlər, tetahiliklər, aksessuarlar və s. kimi enerjilər, yəni əsası olmayan bir şou xarakteri psixolog cənnətində yaşayırıq bir mənada. Və bu təbii ki, məktəb psixologlarda bu şəkildə biraz klinik bacarıqlarında və ya uşağa yanaşma, müəllim, uşaq, valideyn üsulsuz idarə etmədə ciddi problem yaşayırlar. Bundan əlaqəli Təhsil Nazirliyi tərəf tədbirlər görür, biz də o mənada dəstək olmağa çalışırıq. Ümid edirəm ki, yaxında bu məsələlə qarşıda müəyyən işlər görülməyə başlayacaq. Stigmadan danışdım, damğalanma, fərdi yanaşmadan bayaq çıxışın başında qeyd eləmişdim. Xüsusilə hər uşağa individual yanaşma, məsələn, keçən yaşadığım bir problem, onun sinif şagirdi, məktəbdən qovmaq istəyirlər. Mənə gətirdilər, uşaq Asperger sindromudur. Bu Asperger sindromu autistik spektr pozuntularından biridir, amma yüksək funksiyalıdır. Yəni, zəkası çox yaxşıdır, dahilər belə adamlardan çıxır çox vaxt. Amma sosial adaptasiyada əziyyət çəkir bu uşaq. Və 10-cu sinifdə, uşaq 10-cu sinifə qədər oxuyub, uşaq 10-cu sinifdə məktəbdən çıxartmaq istəyir direktor. Və bunun üçün valideynə təhsil məcbur edir. Yəni, 10-cu sinifə qədər idarə edib, təbii ki, belə bir müvəffəqiyyətli uşaq 10-cu sinifdən çıxartmaq bu uşaq üçün ciddi bir problem olardı. Çox şükür məsələ həll olundu və yoluna düşdü, amma yəni, bu mövzuda xüsusilə məktəb müəllimlərinin, psixologların və s. məlumatlı olması, çünki bu müəllimin günahı deyil, müəllim bilmir, deyir ki, bu uşaq problem çıxardır. Amma o uşaq niyə problem çıxartdığını, necə o taxıntılarının olduğunu, hansı nöqtələrdə həssasiyyətin olduğu biraz anlaşılsa, biraz individual təhsil tədris nöqteyi nəzərindən yanaşılsa, problemlər çözülə bilir ki, bu şagirddə də yenisini yaşadı. Bir də bir önəmli məqam, bu axırıncı gördüyünüz, yox, geri qayıdıq. Psixi problemli şagirdlərə bir də vətənpərvər aspektdən yanaşma məqamı var ki, çox önəmlidir. Biz bəzən o universitetə girməmiş, çöldə barədə energetik içki içib, sigaret çəkən bəzi gəncləri qınıyarıq. Amma xüsusilə 44 günlük müharibədə bunu müşahidə etdik. Bir çox bu və buna bənzər gənclərdən doğru vətənpərvər təbliğatla bu insanlar həqiqətən vətən üçün can verdilər. Çünki niyə? Əksəriyyəti bu tip problem yaşayan, xüsusilə çölə meyilli, dərs başında otura bilməyən uşaqların bir çoxlarında davranış pozuntuları uşaqlar hiperaktivlik və impulsivlik müşahidə olur. Və siz bu hiperaktivlik, impulsivliyi danlayaraq, döyərək, qışqıraraq məktəbdən qova bilərsiniz. Amma bunu doğru yönətdiyiniz zaman bunlar o impulsivliklərlə vətən qurtara bilərlər. Gözüyümünü ölmə gedə bilərlər. Bir anda, deyək ki, millətin qəhrəmanına çevrilə bilərlər. Ona görə hər bir insana, hər bir şagirdə fərdi yanaşma və bilmədiyiniz mövzularda dəstək almaq çox önəmlidir. Bu bizim möhtəşəm üçlüdür. Sağlam təhsil, sağlam ruh və sağlam bədən. Yəni, bunlar bir-birindən ayrı düşünürəm ki, təhsil mühitində olması mümkün deyil. Və uzatdımsa üzrü sayın hər kəsə ən dərin təşəkkürlər edirəm.